Qarşı cinslə münasibətdə 5 red flag. Birinci, səni yalnız itirməkdən qorxanda dəyərli hiss etdirir. Sən uzaqlaşanda marağı artır, yaxınlaşanda isə səni rahatlıqla ikinci plana keçirir. Sənin inkişafın onu narahat edir. Yeni iş, yeni çevrə, daha çox qazanc, özünə ayırdığın zaman. Sən dəyişdikcə dəstəkləmək əvəzinə səni əvvəlki halına qaytarmağa çalışırsa, problem sənin dəyişməyində deyil. Üçüncü, səni özünü ona sübut etməyə məcbur edir. Daim məni həqiqətən sevirsən, niyə bunu etdin, niyə belə geyindin kimi imtahanların içindəsənsə, bir müddət sonra münasibətdə partnyor yox, imtahan verən tərəf olursan. Dördüncü, sənin sərhədlərini sevgisizlik kimi təqdim edir. Sevsəydin bunu edərdin, sevsəydin mənə yox deməzdin. Sevgi qarşı tərəfin bütün sərhədlərini ləğv etmək deyil. Və 5. Səndən rəqabət aparır. Sən uğurun onu sevindirmək əvəzinə özünü pis hiss etdirir. Daha çox qazanmağın, daha çox tanınmağın, daha çox inkişaf etməyin münasibətdə gizli rəqabət yaradırsa, diqqət et. Çünki sağlam münasibətdə sual kim daha güclüdür deyil, bir-birimizin həyatını necə daha yaxşı edə bilərik olur. Və məncə ən təhlükəli siqnal da budur. Yanında özünü kiçiltməyə başlayırsansa, sırf münasibət davam etsin deyirsənsə, özünü dəyişirsən.